Studiyamızın gənc alpinist qonağı Fərdə Babayevadır. Xoş gəlmisiniz Fərdə xanım. Xoş gördüm. Fərdə xanımla bağlı ətraflı məlumatları gəlin özündən öyrənək. Fərdə xanım, neçə yaşınız var, nə vaxtdan? 23 yaşım var. Hardasa 13 yaşımdan bəri bu sahə ilə məşğul oluram. Təhsiliniz var? Bəli, 2 təhsilim var bu sahə ilə bağlı. Birincisi İdman Akademiyasını bitirmişəm. İdman turizmini bitirmişəm. Çox insanın xəbəri yoxdur, amma bizdə bu sahə üzrə təhsil verən bir ixtisas var. Üzrə hətta yarışlara da çıxmışıq, birinciliklərimiz də olub, sırf akademiyanın komandası olaraq. Dövlət tərəfindən təşkil olunan düşərgələr var Azərbaycanda. Məsələn, ən böyük düşərgə hal-hazırda Yayfest təşkil olunur. Və Yayfestə gələn gənclərdə görürəm, maraq yaranır. Daha sonra təbiət yürüyüşlərini, haykinglər təşkil olunur orada. Haykingdən başlayaraq maraqlanırlar bu sahə üçün. Daha sonra dağçılığa qədər gəlib çıxan gənclər olur. Adrenalin. Eyni zamanda siz həm də ictimai təşkilatlara, könüllülük proqramlarına məsələn üzv aktiv şəkildə hal-hazırda İdeya İctimai Birliyinin könüllüsüyəm. Leyla xanım Əliyevanın təsisçisi olduğu ictimai diqqətimi çəkdi sizinlə bağlı. Tar üzrə Şövkət Ələkbərovanın adına musiqi məktəbini də bitirmisiniz. Bəli. Musiqi ilə də məşğulsuz hazırda bu sahə ilə də. Hobi kimi məşğulam, bəli. Hobi kimi tarda ifa edirəm. Hazırda tarda da ifa edirsiniz. Bəli.